Azərbaycanda son günlərdə yeni repressiya dalğasına start verilib. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli nə baş verir? Mən deyim nə baş verir. Amerika respublikaçılarının, Britaniya müstəmləkəçilərinin, məntəqə üzrə müəyyən strateji maraqları olan Azərbaycandakı nüfus sahiblərinin hər tərəfli dəstəyini alan Əliyev klanı, ölkədəki proseslərə müdaxilə edə biləcək, siyasi mainstreami sual altına ala biləcək bütün oyuncuları şahmat taxtasından götürür. Eyni zamanda dəmir burun xalqımızı hər an müharibəyə hazır olmağa çağırır. Bilirsiniz bu nə deməkdir? Yəni məntəqəni böyük müharibə gözləyir. Böyük müharibə təbii ki, böyük ölkələrlə nəzərdə tutulur. Bu müharibənin əsas benefisiarı biz Azərbaycan xalqı deyilik. Burada bizim xalqa sadəcə vətənşüvən şüarlar altında axırıncı Azərbaycanlıya qədər vuruşan ucuz proksi rolunu ayırıblar. Öz xarici himayədarlarının strateji sifarişini həyata keçirən Əliyev rejimi həmin qüvvələrin əleyhinə olan söz sahiblərini əvvəlcədən neytrallaşdıraraq cəmiyyətdə yeni müharibə təbliğatı üçün münbit şərait yaradır. Doğrudan da düşünürsünüz ki, Battlefield 4 oyununun ssenarisindəki Bakı döyüşləri sadəcə təsadüfdür? Digər platformalarda da Vətəndaş X yazın və məni tapın. Xüsusən Telegramdan izləyin.